İcbari tibbi sığorta üzrə xidmətlər 2550-dən 3315-ə qədər artırılıb. Bu çərçivədə həyata keçirilən səhiyyə xidmətlərinin sayında artım var. Tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 milyon 935 min 191 sayda, tibbi xidmətlərin məbləği isə 871 milyon 374 min 631 manat təşkil edir. 2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olmuş tibbi xidmətlərin sayında 17%, məbləğində isə 7% artım müşahidə olunur. Bölgələrdə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində də işlər görülür. Şuşa, Zəngilan, Ağdərə, Xocavənd və Xocalıda yeni tibb müəssisələri istifadəyə veriləcək. 90 çarpayılıq Şuşa müalicə sağlamlıq mərkəzinin yaradılması nəzərdə tutulur. Qatar və emertə avadanlıqları da təsis olunmuş 91 çarpayılıq Zəngilan rayon mərkəzi xəstəxanasının qurulması planlaşdırılır. Qeyd edək ki, həyata keçirilən bütün bu layihələr işğaldan azad olmuş ərazilərdə dayanıqlı səhiyyə infrastrukturunun formalaşdırılmasına, əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və bölgədə məskunlaşmanın sürətləndirilməsinə xidmət edir. Gələcək hədəflər də məlumdur. Klinik protokolların icrasının gücləndirilməsi, ana və uşaq sağlamlığı üzrə risklərin azaldılması, infeksiyaların minimuma endirilməsi əsas diqqət mərkəzində saxlanılacaq. Səhiyyə xidmətlərinin idarə olunması nəticə yönümlü keyfiyyət indikatorları əsasında aparılacaq. Səkinə Hacıyeva, İlxan Axundov, ASTV Xəbər.